O da bu neçə günlərdə gene Tiflisin paytaxtda bəzi adamlar tərəfindən bizim orada olan millətə qarşı olan hörmətsizlik və təhqir və hətta onları ciddi şəkildə döyülməklə nəticələnir. O videoda görürsünüz da, orada gözlənilənlər görürlər ki, orada deyir ki, siz öz vətəninizə gelin. Artıq elə bu şeylər adət halına düşür. Bu da hər kəsin nə marağı var, o mənim üçün maraqlı deyil kimin nə marağı var. Amma burada dövlət qanunverici, qanunlar, hükümət bu şeylərə gələk ciddi reaksiya verir. Nəinki maraqlı bir hadisə oldu, olmamış kimi qələbə verdilər, sadə baxdılar, sadə tutdular, bunu hamı gördü. Və qiyamət günü hər kəs də bunun başında məsuliyyət daşıyır. Axund bir cürə məsuliyyət daşıyır. Orada seçilən deputat bir cürə məsuliyyət daşıyır. Seçilən mavin, orada işləyənlər bir cürə, hər kəsdən soruşulacaq. Yəni, hər birimiz məsuliyyət daşıyır. Bu şəkildə, ergən şəkildə qadının içəri gelir, bu pulu xırlala, o deyir ki, yəni bizim qanunun olduğu ki, buradan ağır eləməsən, bunu mən xırlaya bilmərəm. Yəni, bu müdürü var, bu təbii bir şey. Yoxsa sən niyə bunu xırlalamıysan, təhqir almış sözlər və adamları dəvət eləmək verir başqa yerdən və onları təhqir olunmuş şəkildə döymək, bu artıq öz həddini aşmaq deməkdir. Elə bir adət halına çevrilir yavaş-yavaş. Biz də bu ölkənin vətəndaşlarıyıq. Bizim də hüquqlarımız var. Bizim də hüquqlarımız gələk bərpa olunma, bunu dəfələrlə demişik. Amma vay olsun, o ki xalısın halına özünü əzdirir. Atalar nə deyir? Atalar deyir, kör atın, körlar bəndə olanlar. Əgər bir millətin başında kimlər varsa da və bu cürə işləri görürlərsə da, sakit qalırlarsa da, o bizim qazancımızdır. Onu biz qazanmışıq. Hər bir millətin Allah özünə layiq də ona bir dənə rəhbər təyin edir. Əgər xalq, millət buna sustu, buna dinlənmədi, ona reaksiya vermədi, bu işdə gələ-gələ daha da pis vəziyyət alacaq. Ona görə xalq gələk öz haqqını, xalq gələk öz haqqını tələb eləsin. Bir nəfərin deməyinlə olmaz, iki nəfərin deməyinlə olmaz, sosial şəbəkədə deməklə olmaz. İnsanlar gələk biraz özlərinin daxillərinə müraciət edir, vicdanlarına müraciət edir, hərəkət edilməkdir, qanuni şəkildə, çərçivəli şəkildə. Demirəm, biz üsyan edirik. Yəni, bu şeylər xoşa gəlməz hadisələrdir. Rayonda o qədər problemlər var, məsələn. O qədər qanunsuz işlər olur. Məsələn, tikirlərin çox qanunsuz tikirdir. Yolun ortasından tikirlər. Nə olur, qanun ona qanun tapıldı. Sən gelir ailəsi üçün bazarın dalında 20 manata yük daşıyan maşını hər gün görsən cərimə yap, hər gün görsən cərimə yap. Yəni, rayonda hər şey çox gözəl şəkildədir. İnsanların refahı, insanların iqtisadi problemlərin hamısı həll olunca o qalır. Gelirsən orada məzun insanlara hər gün bilmə gündə 2 dəfə cərimə yazsın. Biz demək cərimə qanuni şəkildə yazılsın, qanun əsasında olsun. Bizim dinimiz qanuna tabi dindir. Bizim dinimiz hər şey qanun əsasında, əzr və düşüncə məntiq əsasında qəbul edilir. Nəinki sən zorakılıq eləyəsən, burada sən neçə yüz illərlə köklü bir xalqa qonaq deyəsən və yaxud onlar tuturlar, göz pərdəsi kimi sabahlı arxa qapıdan buraxırlar. Bu şeylər yaxşı yerə aparmayın. Bunu hökumət nümayəndələri bilsinlər ki, belə şeylərin axırı yaxşı yerlərə getməz. Çox cəmiyyətdə bir şeylər baş verə bilər, onun qarşısını almaq gec olar və çətin olar. Ona görə də üzümün bundan tutuz dövlət nümayəndələrinə, olar ki, dövlətin və məşğul şəxslərdir, bu şeylərdə diqqətli olsunlar. İnşallah ümid edilir ki, yeni qurulan bələdiyyə də ümid edilir ki, inşallah insanlar üçün
maddi, mənəvi, iqtisadi bir ədalətli şəkildə iş görəcəklər. Buna da ümidimiz var. Allah inşallah